Xaçınçay su anbarı Ağdam rayonunda əkinlərin suvarma suyu ilə təminatında mühüm rol oynayır. İşğaldan azad olunduqdan sonra su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası həyata keçirilib. Ölkə Prezidenti İlham Əliyev cənablarının 2022-ci ildə 1337 sayılı sərəncamı ilə Xaçınçay su anbarının əsaslı təmir işlərinə başlanılır. Ümumiyyətlə Xaçınçay su anbarının 23 milyon kubmetr həcmi vardır ki, 7000 hektar əkin sahələrinin suvarılmasına xidmət eləyir. Xaçınçay su anbarının 1,5 kilometr enidir, 2,5 kilometr uzunluğudur, 176 milyon kvadrat kilometr isə bunun ümumi həcmidir. Qarşısında qeyd etdiyim kimi 7000 hektar sahənin suvarılması işləri aparılır. Əsaslı təmir işləri aparılan zaman üzərində durduğumuz bənd hissə yenidən əsaslı təmir işləri aparılmış, sökülərək yenidən tikilmiş və qəza su tullayıcında, görkən qülləli su buraxıcıda, su qapılarında, digər siyirtmələrdə və eyni zamanda suyun sahələrə, kanallara çatdırılması üçün 7 kilometr uzunluğunda olan beton kanalından ibarətdir ki, bu işlərin görülməsi çox böyük uğurla, keyfiyyətlə həyata keçirilmişdir. Hal-hazırda Xaçınçay su anbarından 12 milyon kub həcmində su vardır, suvarma aparılır. 4 şirkət hal-hazırda suvarma aparır ki, həm bağların və eyni zamanda buğdanın, taxılın suvarılması həyata keçirilir.